Yəni sizi tanış edeyim, Samir müəllim, Mingəçevir şəhərində Mübariz İqman fitness klubunda müəllim işləyir və sağ olsun mənə də proqram verir. Yarışa hazırlaşıram. Müəllim mənə verdiyi qrafiklərdə mən həmçinin sualım olur ki, daha ağır işləsəm, daha çox üzləşərəm. Hamı da elə bilir. Mənim maksimalım hal-hazırda 200 kilodur və müəllim mənə 160 kilo verir. Bu səbəbdə son sürülərin nəyə görə tavanca 160 istəyirəm. Daha ağır işləyə biləcək. Yəni bizim məqsədimiz bu tempdə gedir ki, maksimal çəkiyə gəldik, yəni ən yüksək çəkiyə gəldik, yoxladıq. Sən neçə kiloqram eləyirsən? Sən bu yaxınlarda yoxlamışdın, 200 kiloqram eləyir. Hər ağır çəkiyə idmançı 12 məşqindən bir gəlir. 12 məşqdən bir gəldiyi üçün aşağı təklərdə mütləq işləməlidir ki, sən cavansan. Ola bilər bədəninin gücü var, qolun qüvvətlidir, belin qüvvətlidir, ayağın qüvvətlidir. Hal-hazırda 200-dən də bəlkə artıq tarta bilərsən. Mən sana 160 yazmışam, 300, amma sən 170, 180 işləyə bilərsən. Ancaq əzələlərin naqusqaya hazır olmaq məsələsi var. Əzələlər naqusqaya, yəni fiziki ağırlığa tədricən hazırlanmalıdır ki, əzələrdə travma olmasın, bağlarda qorxma olmasın. Travma zədə elə bir şeydir ki, zədəni alırsan, bir ömür səndən olur. Haçan çətinliyə düşdü, haçan ağır naqusqaya düşdü, zədə sırası həmən yerdən başlayır öz ağırlarını verməyə və insana imkan verir ki, idmançıya imkan verir ki, daha yüksək nəticələr düşsün. Biz onun üçün aşağı çəkilərlə işləyib, əzələlərimizin gücünü, keyfiyyətini möhkəmləndirməliyik ki, ağır çəkilərdə zədələr olmaz. Bəs mənim deyən belə sual verirəm. Mən hal-hazırda 166 istə qalmışam. İstərsən də belə eləyə bilirəm. Ki, özümə inanıram. Onu girməyim yaxşıdır, yoxsa Olmaz. Yazdığımız naqusqadan çıxma olmaz. Çünki biz naqusqaları zigzaqları hesablayıb faizlərlə veririk. Bir məşq 70%, bir məşq 60%, növbəti məşq məsəl üçün 65%. Bu variantdan qalxırıq. Yəni bugün sənə 160 yazmışıq, hal-hazırda səndə 180-də gedər, ancaq sən 180-ə girsən, bizim növbəti proqramımızı pozursan. Ona görə olmaz. Ana proqramdan çıxmaq olmaz. İndi görək mən 160 kilomu eləyib, görün nə qədər rahat eləyəm da. Keçən ay maksimalımda mən 165 kilo qalmışam. İndi 200 maksimalın ardından 160 kilonu təzədən işləyirəm. Bizi açıq var. Bizi açıq var. Zapasma.